Salam, bu sizlərlə birlikdə Craft Quest oynamaya davam edirik. Axırıncı dəfə bu proqram haqqında video çəkəndə 5 ay əvvəl idi. Amma yenə çəkməyə başlayıram. Çünki maraqlı, çünki bu xeyli maraqlıdır. İlk öncə keçən videoda biz bunu mən həll edə bilməmişdim. Yorumlarda olmadığı üçün cavab bu imiş. Biraz axtardan sonra tapdım. Biz sonrasına keçsək. İlk öncə burada görürsən ki, ən böyük görsənən buradakı kvadratik funksiyadır. Gördüyünüz kimi xeyli oxşayır parabolaya, ona görə amma buradakı parabolanın qiymətini tam bilmək olmadığı üçün A-ya bölək. Vursaq daha rahat olur. Aslında yox, xeyr. Hələ tərsinə çevirdim funksiyanı, çünki belə daha rahat gəlir mənə başa düşmək. Biz ona fikir verməliyik ki, bu parabolanın 0 nöqtəsi 1-dədir. Ona görə biz x-dən 1 çıxarsaq, onu 1 nöqtəsində x0 alacaq. Biz bunu unuttum mən bunu. Biraz daha indi. İlk öncə parabolanı həmin nöqtəyə gətirmək əvəzinə bunun qrafikasını çəkək. İndi burada 1 nöqtəsində 1.3 qiyməti almayın. Nəzər fərqli bir qiymət alınıb. Yəni bundan ax kvadrat çıxaq. Burada bəlkə də əslində qüvvə 2 deyil, başqa bir ədəd ola bilər. Məsələn 1.5. Bunu da denəyək. Burada mənim fikrimcə ən yaxşı qiyməti elə sadəcə olaraq x kvadratı alır. Ona görə hər iki belə saxlayaq. İndi burada görə biləcəyimiz ən önəmli şey burada xeyli düz xəttə oxşar olmasıdır. Burada x çıxsaq belə bir şey alırıq. Burada başa düşürə biləcəyimiz kimi bir modul var. Gördüyünüz kimi. Hatta yox, bəli. İndi bunun tərsinə əksinə baxaq bu funksiyanın. Bu funksiya mən bilən var idi əvvəldən. Bir dəfə çıxmışdı qarşımıza. Modulu işlədək.
natural log da ola bilər. Hə, natural loga oxşuyur bu. İndi də qəbul etsək, bəli, tam olaraq funksiyanı tapdıq. İndi isə burada fx-i çıxarmalıyıq. Əlimizdə bu qaldı. Amma gördüyünüz kimi bu bir x ədədi bir ədəd kiçikdir. Qaytaraq bunu. Sadəcə səhvlik elədik. Bu serial olmalı. Serial olmalı. Burada mənfilər islah edib və orada serial olmalıdır və əldə elədik funksiyanı gördüyünüz kimi. Yəni bu xeyli qəribə yazılış olduğu üçün bunu açsaq daha yaxşı olar mənim işimizə. Görməyimiz qarşılıq. İndi burada mənfi olduğu üçün mənfiyə diqqət etməliyik. Bunu atsaq olacaq x kvadratı üstəgəl çıx 2x olacaq çünki mənfi idi. Üstəgəl 1. İndi bu da ki mənfiyə görə ayıraq. Bu mənfi, bu müsbət və bu da mənfi. Burada birlər islah gedəcək. Mənfi x də burada silinə bilər və funksiyamız natural loqaritmanın modulunu, burada modul açmaq üçün başqa funksiya işlətmək lazım olduğu üçün absolute value işlətdim. Amma bu moduldur. Buradan götürə bilərik. Yəni eləmədim mən. Çıxılsın x kvadrat üstəgəl x. Keçək sonrakına. Burada xeyli tanış, burada gördüyünüz kimi bəzi şeylər çıxara bilərik. Funksiya xeyli qəribədir. Sona bakar. Min 362'de xeyli böyükdür. Əgər x kvadrat çıxsaq, burada x üstü 4'ə oxşar bir əyri alırıq. Gəlin x üstü 4'ə əlavə edək. Mesela 4'ə əlavə edəndə daha sadə bir funksiya alırıq. Bu da böyük ehtimalla x üstü 6 çıxsaq əldə edə bilərik. Xeyr. Olmadı. X üstü 8'də deneyə bilərik. Xeyr, çıxmayıq. Burada onu görə bilərik ki, bir istənilən qiymətdə 1 olmalıdır, amma burada 1 deyil. Görünür ki, burada səhv bir tərəfə getdi, çünki burada xeyli qəribədir.
Yəni bir şey oxşuyur, amma tam nəsə alınmır. Belə bir gəlin GX-i, yəni GX-ə bölək. Əmin olaq ki, bu biraz qarışdı. Xeyr, bu hər hansısa bir qüvvə deyil, çünki nisbət gedərək böyüyür. Bu da mümkün deyil normalda. Yəni x üstü n kimi yazan ədədə mümkün deyil. Məsələn 2x üstü 6 bölünsün x üstü 6 həmişə bu da x üstü 6'a gedəcək, 2 üstü 6 olur. Aslında bu içini çıxmayaq. Böyle bir şey olabilir bəlkə. Hiperbolik funksiyonla əlaqəli ola bilər bəlkə. Bundan yox. Kosinus versiyası bəlkə. Hayır. Kosinus yox. Bəlkə hər hansısa bir bunlardan biri ola bilər. Bəlkə də hansısa bir hansısa bir qüvvə funksiyasının bəlkə də modulu ola bilər. Yox, qüvvə funksiyası yox aslında. Üstəl funksiyandır artıq. Ya da bəlkə də səhv eləyirik, o da mümkündür. Aslında bu funksiyonun eğer tamamıyla x kvadrat bəlkə bu en dəyişən tən olduğunu çeşirsə, onda sıfır kəsdiyi nöqtələrə baxa bilərik. Oradan təxmini bir ədəd əldə eləsək, onda emin ola bilərik. Sonra bunun müsbət versiyası olacaq. İndi burada mənfi müsbət versiyalar eyni olacaq. Sadəcə kvadratlarını çıxa bilərik. Və sonra burada da bir digər kökümüz var. 8,61. Kvadrat. Görünüşə görə bizim buradaki funksiyamız hər hansısa bir en dəyişən tənik deyil. Bunları daha yaxın o ədədlərlə əvəz edə bilərik. Kəsilen noktalar eynidir ama göründüğü kimi heç oxşamırlar bir-birlərinə. Bir çox fərqlilikləri var. Bu funksiya ilə fx-in fərqinə baxaq. Çox da mənalı funksiya alınmadı. On 4 dəqiqə olub artıq. Artıq 14 dəqiqə olduğu üçün hələ ki burada dayandırıram. Sonra da özüm taparam. Və sonra da daha sonra baxarıq.
Biz burada bunu həll elədik. Bu qədər. Daha sonra fərqlilər də var. Bunlar xeyli maraqlı yoxdur.